Əziz uşaqlar, bugün biz sizinlə Böyük Səlcuq İmperatorluğu haqqında danışacağıq. Nəzərinizə çatdırım ki, 11-ci əsrin ortalarında Türklərin yeni və güclü bir dövləti Səlcuq İmperatorluğu meydana gəldi. Bu dövlətin adı Səlcuq bəyin adından götürülmüşdü. Səlcuq bəy özü Dukaq bəyin oğlu idi. Dukaq bəy isə əvvəllər Oğuz dövlətində subaşı vəzifəsini tuturdu. Subaşı adətən müharibələr zamanı hərbi dəstələrə başçılıq edir, dinç dövrlərdə isə şəhər və qalaları idarə edirdilər. Dukaq bəyin vəfatından sonra Səlcuqlara Səlcuq bəy başçılığı etdi. O da atası kimi Oğuz Yabqusunun, yəni hökmdarının yanında subaşılıq edirdi. Lakin müəyyən vaxtdan sonra Səlcuq bəy ilə Oğuz Yabqusu arasında ziddiyyətlər yarandı. Buna görə də Səlcuq öz tayfasını da götürərək Seyhun çayının sol sahilində yerləşən Cənd şəhərinə gəldi və burada o İslam dinini qəbul etdi. Az sonra isə o Oğuz Yabqusuna ödənilən xəracı da ödəməkdən imtina etdi. Bununla da Səlcuqun nüfuzu xeyli artdı. Əslinə qaldıqda Səlcuq dövlətinin yaranması ərəfəsində Səlcuqların yaşadığı ərazidə bir neçə dövlət var idi və Səlcuqlar bu dövlətlərlə təmasda olurdu. Onlardan birinin Oğuz dövlətinin adını çəkdik. Digər güclü bir dövlət isə Qəznəvlər dövləti idi. Qəznəvlər dövlətinin başçısı Sultan Mahmudun dövründə Səlcuqlarla münasibətlər xeyli kəskinləşmişdi. O, müstəqilliyə can atan, öz dövlətini yaratmağa çalışan Səlcuqları hər vasitə ilə sıxışdırırdı. Elə bunun nəticəsi idi ki, 1009-cu ildə Sultan Mahmud Səlcuqun oğlanları Mikail və İsraili həbs elədi, Səlcuqları isə Xorasan vilayətinə köçürdü. Lakin Səlcuqlar bu vəziyyətlə barışmaq niyyətində deyildilər. Onlar Sultan Mahmudun ölümündən sonra Qəznəvlər dövlətinin zəifləməsindən istifadə edərək yenidən mübarizəyə başladılar və Qəznəvlər dövlətində hakimiyyət başında olan 1-ci Məsuddan yeni ərazilər tələb etdilər. Lakin 1-ci Məsud bu tələbi təbii ki, yerinə yetirmədi. Belə olduqda Səlcuqlar böyük bir ordu ilə Qəznəvlərlə müharibəyə başladılar. Həlledici döyüş 1038-ci ildə Nişapur şəhəri yaxınlığında baş verdi. Və bu döyüş Səlcuqların parlaq qələbəsi ilə nəticələndi. Xorasanın çox böyük bir hissəsi Səlcuqların əlinə keçirildi. Nişapur şəhəri isə onların paytaxtına çevrildi. Bununla da əslində Səlcuq İmperatorluğunun əsası qoyulmuş oldu. Qeyd etmək lazımdır ki, 1-ci Məsud Səlcuqların bu qələbəsi ilə və yaxud da ki, Səlcuqların Xorasan vilayətinin böyük bir hissəsini ələ keçirməsi ilə barışmaq istəmirdi. Ona görə də böyük ordu toplayaraq Səlcuqların üzərinə hücum etdi. Bu ordu 50 min nəfər döyüşçüdən və 300 döyüş filindən ibarət idi. 1040-cı ildə Dəndənəkan deyilən yerdə yeni döyüş baş verdi. Bu döyüş çox qanlı bir döyüş idi. Lakin döyüş yenə də Səlcuqların qələbəsi ilə nəticələndi. Nəzərinizə çatdırım ki, Qəznəvlər dövlətində getdikcə güclənməkdə olan daxili çəkişmələr, ziddiyyətlər, eyni zamanda Qəznəvlər dövlətində xidmət edən türk qulamlarının Səlcuqlara rəğbət bəsləməsi əslində qaldıqda Dəndənəkan döyüşünün taleyini həll etmiş oldu. Bu döyüş Səlcuqların tarixində bir növ dönüş nöqtəsi oldu. Məhz bu döyüşdən sonra Səlcuqlar yeni işğallar üçün əlverişli imkanlar qazanmış oldular. Döyüşdən bir gün sonra çağırılmış qurultayda Toğrul bəy Səlcuq dövlətinin sultanı elan edildi və az sonra isə yeni bir qurultay çağırıldı. Mərv qurultayı deyirlər bu qurultaya. Həmin qurultayda işğalları davam etdirmək haqqında qərar qəbul edildi. Nəzərinizə çatdırım ki, Səlcuqlar hər vasitə ilə öz ərazilərini genişləndirməyə çalışırdılar. Onların qonşuluğunda isə bu dövrdə Qəznəvilər və Qaraxanlılar dövlətləri yerləşirdi. Lakin bu dövlətlərlə
müharibə aparmaq, bu dövlətlərlə münaqişəyə girmək həmin dövrdə Səlcuqlar üçün o qədər də sərfəli deyildi. Buna görə də onlar öz işğallarını qərb istiqamətində, daha dəqiq desək, feodal pərakəndəliyi dövrü yaşayan İran, Cənubi Qafqaz və Bizans istiqamətində davam etdirmək haqqında qərar qəbul etmiş oldular. Bu işğalların dairəsi xeyli genişlənmişdir. Nəzərinizə çatdırım ki, bu işğallar ərəfəsində Səlcuqlar öz dövlətlərinin paytaxtını Nişapur şəhərindən Rey şəhərinə köçürdülər. Bu hadisə 1043-cü ildə baş vermişdi. Bütün ciddi hazırlıqlardan sonra Səlcuqlar çox ciddi yürüşlərə başladılar. Bu yürüşlərin tarixi 1040-1054-cü illəri və sonraki illəri də əhatə edir. Yəni, nəzərinizə çatdırım ki, 1040-1054-cü illərdə Səlcuqların işğal dairəsi, işğal etdikləri ərazilərin əhatəsi xeyli genişləndi. Onlar, demək, Qərbi İranı, İraqın xeyli hissəsini və Cənubi Qafqazı ələ keçirdilər. Buveyhilər dövləti var idi, həmin dövrdə ciddi, güclü dövlətlərdən biri idi. Səlcuqlar həmin Buveyhilər dövlətinin mövcudluğuna son qoydular. 1054-cü ildə Səlcuq ordusu Cənubi Qafqaza daxil oldu. Bu ordunun əsas məqsədi həmin dövrdə Cənubi Qafqazda mövcud olan, demək, Şəddadilər dövləti, Şirvanşahlar dövləti və Tiflis müsəlman əmirliyi ilə münasibətlər yaratmaq, onları özlərinə tabe etmək və ən başlıcası isə onlardan özlərinin əsas hədəfi olan Bizansa qarşı müharibədə istifadə etməkdən ibarət idi. Nəzərinizə çatdırım ki, Səlcuqlar, yəni Sultan Toğrul, Şəddadi hökmdarı ilə Bizansa qarşı birgə mübarizə aparmaq haqqında hətta razılığa da gəlmiş oldular. Və bu razılıq, bu uğurlar Səlcuq dövlətinin sərhədlərinin daha da genişlənməsinə, onun daha güclü bir dövlətə çevrilməsində heç də az rol oynamadı. Sultan Toğrul həm də özünün hakimiyyətini Ərəb xəlifəsinin xeyir-duası ilə də möhkəmləndirmək istəyirdi. Elə buna görə də o 1055-ci ildə Bağdada daxil oldu. Ərəb xəlifəsi Sultan Toğrulu hökmdar kimi tanıdı, onu Şərqin və Qərbin hökmdarı kimi tanıdı və ona Rüknəddin, demək, təxəllüsü də vermiş oldu. 1063-cü ildə Səlcuq dövlətində hakimiyyət başına Alparslan gəldi. Alparslan 1063-1072-ci illərdə hakimiyyət başında olmuşdu və Alparslanın əsas hədəfi Anadolu torpaqlarını ələ keçirmək və Səlcuq dövlətinin tərkibinə qatmaqdan ibarət idi. Və buna görə də o çox güclü ordu ilə hərəkət edirdi. Qısa müddət ərzində Şərqi Anadolu torpaqları ələ keçirildi. Burada yerləşən bir çox şəhərlər, o cümlədən Konya şəhəri, Qeysəriyyə şəhəri, çoxlu qalalar, Malazgirt qalası, Mənbiğ qalası, Əhlət, Ərkiş qalaları işğal olundu. Artıq bütün Anadolunun ələ keçirilməsi üçün şərait yaranmışdı. Bu isə Bizans imperiyasını və onun hökmdarı olan Roman Diogeni çox ciddi narahat edirdi və hücumların qarşısını almaq üçün onu qəti addımlar atmağa məcbur etmişdi. Bunu məqsədlə o, birincisi, demək ki, mərkəzi və qərbi Anadoludan çoxlu əskərlər topladı. Balkan yarımadasından orduya yeni əskərlər cəlb elədi. Həm də həmin dövrdə Anadoluda məskunlaşan Oğuzları və Qıpçaqları da səfərbər etdi. Səlcuq hücumlarının gələcəkdə özləri üçün böyük təhlükə törədəcəyindən ehtiyat edən bir sıra Qərbi Avropa ölkələri də Roman Diogenə kömək göstərmək qərarına gəldilər. Beləliklə, artıq hər iki tərəf döyüşə hazır idi və bu döyüş 1071-ci ildə Malazgirt deyilən yerdə baş verdi. Malazgirt döyüşü çox böyük tarixi əhəmiyyətə malik olan bir döyüş olmuşdu. Bu döyüşün əvvəlində Bizans orduları üstünlük təşkil edirlər. Səlcuqlar müəyyən məsafələrdə puskular qoya-qoya geri çəkilirdilər. Axşam düşəndə isə döyüşün taleyi həll olundu. Çünki Bizans ordusunda olan Peçeneqlər və Oğuzlar
qarşı tərəfdəki döyüşçülərin öz soydaşları olduqlarını başa düşdülər və onların tərəfinə keçmiş oldular. Bu əsnə qalanda döyüşün taleyini həll etdi. Alparslan Roman Diogeni məğlubiyyətə uğratdı. Bizans imperatoru yaralandı və əsir götürüldü. Lakin Alparslan böyük bir nəciblik göstərərək onunla müqavilə bağladı. Müqaviləyə görə demək Roman Diogen 50 il müddətində Səlcuqlara xərac verməyi öhdəsinə götürürdü və həm də öhdəsinə götürürdü ki, lazım gəldikdə Səlcuqlara hərbi silahlı qüvvə ilə yardım göstərəcəkdir. Qeyd etdiyimiz kimi, Malazgirt döyüşü tarixin gedişində dönüş yarada bilən bir döyüşə çevrilmişdi. Bu döyüş əslində qalanda bütün Anadolunun Səlcuqların əlinə keçməsinə gətirib çıxartdı. Həm də bu döyüş qüvvələr nisbətinin Səlibçilərin, Bizansın və onun əlaltıları olan erməni gürcü fədallarının xeyrinə dəyişməsinə imkan vermədi. Malazgirt döyüşü gələcəkdə bu dövlətin sərhədlərinin genişlənməsi üçün şərait yaratdı. Onun sərhədlərinin Qaradəniz sahillərinə, Qaradəniz boğazlarına çıxması üçün şərait yaratmış oldu.